Salam, hər vaxtınız xeyir olsun. Gündəlik veriliş efirdədir və mikrofon qarşısında Sevinc Eminzadədir. Siz CBC FM-i dinləyirsiniz. CBC FM-i həmçinin dinləmək də mümkündür, izləmək də mümkündür. Bunun üçün CBC FM YouTube və Facebook səhifələrini izləməyiniz kifayətdir. Bugün 25 noyabr tarixidir və Kəlbəcərin işğaldan azad olunduğu gündür. Məhz bu tarixdə Kəlbəcər rayonu bir güllə atılmadan, bir şəhid verilmədən azad olundu və bu barədə danışmaq üçün bizim studiyamızın qonaqları var. Studiyamızın qonaqları Kəlbəcər sakinləri, Kəlbəcər ziyalılarıdır və hər ikisi 1-ci Qarabağ müharibəsinin iştirakçılarıdır. Odur ki, bir-bir təqdim edeyim onları. İlk öncə mən salamlayıram Vüqar müəllimi, Vüqar Şirinoğlu. Vüqar müəllim, salam. Çox sağ olun ki, bizə vaxt ayırdınız. Var olun, sağ olun. Və Mayıl Adilov. Mayıl müəllim, çox sağ olun ki, bizə vaxt ayırdınız. Hər ikinizi təbrik edirəm mən. Təşəkkür edirik. Mayıl müəllim, əgər istəsəniz siz bu günlə bağlı həm yerlilərinizi təbrik eləyə bilərsiniz, bir rayonun ziyalısı kimi və hər ikiniz də şeir əhlisiz və ona görə də düşünürəm ki, bir qədər poetik təbrik olacaq. Buyurun. Çox sağ olun. Doğrudan da bu tarix əlamətdar bir tarixdir. Mən ona görə həm cəmaatımızı, elimizi, həm də xalqımızı təbrik edirəm. Kəlbəcərdə olan proseslər bütün Qarabağda olduğu kimi bu nəticəni gözləyirdik. O ayın 15-dən işğaldan azad olmuşdu, amma rəsmi surətdə ermənilərə çıxması üçün verilən vaxt 10 gün tamam oldu. Bu günü də bütün Kəlbəcərə çox səbirsizliklə gözləyirdik. Şükür bu günə. Mən də bir daha təbrik edərək xalqımıza, cəmaatımıza gözaydınlıq verirəm. Vüqar müəllim, siz təbrik eləmək istəyərdinizmi? Sevinç xanım, çox sağ olun. Mən də ilk öncə Kəlbəcər cəmaatını bu gün əlamətlər gün münasibəti ilə təbrik edirəm. Arzu edirəm ki, inşallah o gün olsun ki, Kəlbəcərdə sizin televiziya, radio olsun. Biz orada gələk müsahibə verək sizin üçün. Çox xoş oldu. Elə bu minvalla mən yazdığım Kəlbəcərin 5 il işğaldan azad olunduğu tarixə yazdığım bir şeir var. İstərdim onu səsləndirim. Buyurun. 5 ildir arzumun ünvanı bitmir. 5 ildir murada çatmışam. Allah. 5 ildir azaddır anam Qarabağ. 5 ildir adam tək yatmışam. Allah. Dağlar göz oxşardır, dağlar tamaşa. Bələnir baharda ala, qumaşa. 5 ildir vətənlə verib baş-başa. 5 ildir kədərə atmışam Allah. 5 ildir silmişəm köşkün sözünü. 5 ildir üfürüb dandaş közünü. 5 ildir axtarıb tapıb özümü. 5 ildir cərgəyə qoşmuşam Allah. 5 ildir bütövəm Azərbaycanam. 5 ildir bir olmuş böyük Turanam. 5 ildir Xankətdə xan oğlu xanam. Düşmənin gözünə batmışam Allah. Təbrik eləyirəm bir daha Kəlbəcər cəmaatını, xalqımızı təbrik eləyirəm. Çox sağ olun, siz də bizi dəvət etdiyiniz üçün sağ olun. Borcumuzdur. Amma mən istəyərdim biz biraz Kəlbəcərin işğaldan əvvəlki dövründən danışaq. Çünki biz Kəlbəcəri indi görürük və indiki kadrlardan müşahidə edirik və yaxud da ki, hər hansı bir səyahət zamanı orada olarkən görürük ki, Kəlbəcər necə gözəl yerdir. Və bir sıra Kəlbəcərlilərdən eşidirik ki, siz hələ bir işğaldan qabaq buraları görərdiniz. Bir qədər indi dövlət 5 il ərzində bərpa edə bildiyi qədər bərpa edib bütün bölgələri, lakin həmin yerlərin firavan dövrünü hər ikiniz görmüsünüz. Sizin gəncliyinizə, uşaqlığınıza təsadüf eləyib. İstərdim bax o dövr haqqında danışasınız. Bəli, biz Sovet dövründə də mən institut qurtarıb Kəlbəcərə, həm də doğma kəndimiz Zülfüqarıya gəlmişəm. O dövrdə də deməli inkişaf dövrü idi. Güllü çiçəkli dövrü idi Kəlbəcərin. O vaxtda da Sovet hökumətinin dağılmasına yaxın təbii ehtiyatlardan istifadə, yeri resurslardan istifadə məsələləri müzakirə olunurdu. Çox gözəl günlər yaşayırdı cəmaatımız, mehriban, səmimi. Çox təəssüf ki, bu ermənilərin, deməli qonşularımızın bu hadisələrindən sonra ara qarışdı və Kəlbəcərin yollar bağlandı, Ağdərədən gedən yollar. Burada bizim maşın kərvanı, Ağdərə istiqamətindən Kəlbəcərə gedən maşın kərvanı puskuya salındı və Ağdərə yolu bağlandı. Onunla da Kəlbəcərin ağır vəziyyəti başladı. Və sonraki məsələlər məlumdur. İlk öncə bütün bu proseslər məcburi köçkünlük dövrü, cəmaatının yaşayışı və bugünkü günü keçmiş yaşayış müqayisə edəndə çox əlamətdar bir hadisə doğrudan da şübhəsiz ki, bütün xalqımızın
bütün dövlətimizin taleyində rol oynayan Allah şəhidlərimizə rəhmət eləsin. Allah Müzəffər Ali Başkomandanımızı qorusun. Allah bizim qazi qardaşlarımıza, veteranlara can sağlığı versin. Xalqımızla prezidentin birliyini Allah daim belə eləsin və daim bayrağımız uca olsun. Mən bunu sosial şəbəkədə də qeyd edirəm, bunu xalqımız hamısı bilir. O cümlədən bütün Qarabağın azadlığını bərabər Kəlbəcərin də azadlığın başqa bir önəmi var. Niyə? Biz Qarabağ döyüşçüləri bu günləri biz Murovda böyük itkilər vermişik 1-ci Qarabağ savaşında. Mən həmişə onu gedəndə sükutla keçirəm. Bir tərəfdə sevinç var, bir tərəfdə də kədər var. Heç danışmaq belə olmur. O günləri yaşayıb Kəlbəcərin həm o inkişaf dövrünün keçmiş dövrü, həm o faciəli dövrü yaşayıb, həm də orada nə qədər şəhidlər verib Murov uğrunda aparılan əməliyyatlarda yeri gəlmişkən deyək ki, biz Murovda qış əməliyyatının şahidləri, orada iştirakçılarıyıq. Bəli. Və orada bir elə şəhidlər verdik, amma nəticələr o vaxt olmadı. Şükür ki, bu günləri Müzəffər Ali Başkomandanın rəhbərliyi altında onu uzaq görən siyasəti ilə bütün təminat, təchizat məsələləri, elmi texniki nailiyyətlərin hərbi tətbiqi və bütün o komandanlıq sisteminin təşkili məsələləri yerində oldu və bu günə gəlib çıxa bildik və bu günü görmək çox xoşdur, çox əlamətdardır və bugündən biz danışacağıq. Amma istərdim ki, mən Vüqar müəllim də danışsın. Siz işğaldan qabaqki dövrü necə xatırlayırsınız Kəlbəcəri? Sevinç xanım, mənim gəncliyimin elə bir zamanlasına düşdü ki, elə bir dövrünə düşdü ki, 18 yaşım, 17 yaşım, yəni ağlımızın kəsən vaxtı Kəlbəcərin o gözəl günlərini gördük. Həqiqətən də möhtəşəm bir Kəlbəcərimiz vardı bizim. Yəni o itən uşaqlığımız heç nə ilə qaytarmaq olmur geri. Yəni elə momentlər olur ki, elə həyatda elə bir anlar olur ki, oturub fikirləşirəm o dövrləri, fikirləşirəm deyirəm ilahi nə gözəl dövrdə yaşamışıq biz. Nə gözəldir bizim Kəlbəcərimiz. Yenə də bugünkü günümüzə şükür. O dövrdə mənim tələbəlik illərimə düşdü. Tələbəlik illərinə Murovdağdan getmək, gəlmək yenə də yormurdu bizi. Yəni o yolların o çətinlikləri bizi yormurdu. Biz hiss eləmirdik ki, Kəlbəcərimiz üçün nəsə yorğunluq keçiririk. Amma yenə də əvvəl daha gözəldir Kəlbəcərimiz. Ümid edirik ki, növbəti dövrlərdə bərpa işləri Kəlbəcərdə də o yerə gəlib çatar ki, artıq sizin əlbəttə ki, gənc illərinizi qaytarmaq mümkün olmayacaq, amma yenə də bəlkə də o Kəlbəcərin həmin o havasını bəlkə ala biləsiniz. Alırıq da, bax, şükür. Hər ikiniz 1-ci Qarabağ müharibəsinin iştirakçılarısınız və Murov məsələsinə toxunulduqda mən belə başa düşdüm ki, doğma Kəlbəcərin qorunmasında aktiv iştirak eləmisiniz. Biraz o dövrdən danışa bilərsinizmi ki, yəni Kəlbəcər necə qorunurdu və necə oldu ki, Kəlbəcər işğal olundu və bu məsələdə siz necə hiss edirdiniz özünüzü? Çünki bir qədər belə deyək də, biz daha öncə Zəngilanın işğaldan azad olunması ilə bağlı qonaqlarımızı dəvət edəndə, onlar da Zəngilanın qorunmasında aktiv iştirak edən veteranlar idi və onlar o qədər məyusluğunu ifadə elədilər o dövrü danışarkən ki, özümüzə yer tapa bilmirdik ki, artıq Zəngilan əldən getdi. Bir qədər siz danışardınız, siz zəhmət olmasa. Bilirsiniz, o vaxtı yada salanda doğrudan faciəli bir dövrdür. SSR Sovet İttifaqı dağılmışdı. Hərbi qüvvələr yox idi. Onların da hərbi texnikasından istifadə edən ermənilər silahlanmışdılar. Məlumdur ki, bizdən silahlar yığışılmışdı və ordunun ilk quruculuğunda, ordunun təşkilatında nə qədər çatışmamazlıq vardı. Kadr çatışmamazlığı var idi, texnika çatışmamazlığı var idi. O döyüşə gedəndə ilkin vaxtlardan bir avtomatla 2 nəfər gedirdi. Məsələn, döyüş vaxtı mən o Dikürd Qaraqaya müdafiəsi zamanı biz getmişdik. Ermənilər oradan pulemyotla atır, biz avtomatla atırdıq, çatmırdı. Bax belə vaxtlar olubdu. Belə amma yenə də geri addım atılmırdı. Əlbəttə atılmırdı. Bizim Kəlbəcərlər əvvəla cəsur cəmaatdır. Çünki dağda yaşamaq hər adamın işi deyil. Orada da qoçaq adamlar yaşayır. Bunu orada yaşayanlar bilər. Elinə, torpağına bağlı adamlardılar hamısı. Məsələn, burada gecə ilə gəlib ermənilər Qaraqaya deyilən zastavanı tutmuşdular bizdə. Əslində Azərbaycan sərhəddən keçmişdilər. Mən bu Arayik Arutunyanın məhkəməsində də onu dedim. Onlar iddia edirlər ki, biz müdafiə edirdik. Dedim, bunda bəs bu Ermənistan ərazisinin, Göyçə ərazisinin Kəlbəcərə, Qaraqaya hücum eləyəndə orada Ermənistan nə gəzirdi? Belə olduğu təqdirdə əslində müharibə elan olmalıdır. Çünki dövlət sərhədi pozulmuşdu. Orada biz
yəni bu vaxtlardan, o ilkin vaxtlardan ordunun yaradılmağı, o vaxt ki, yəqin ki, ilkin qurulmuş dövlət, ordu da hardan, amma bunlar hazırlıqlı düşmənidilər. Bunların proqramları vardı, amma bizim cəmiyyətdə yenə, bizim cəmiyyətdən də Ümid Azərbaycanda elədik, hələ də düşünürdülər ki, Sovet hökuməti qayıdacaq, sonra bərpa olunacaq, SSR bərpa olacaq falan. Yəni dinc sakinlər də çıxarılmamışdı və dinc sakinlərə qarşı da müharibə qaydalarına uyğun olmayan tədbirlər yüklənmişdi Burada bir məsələni mən sizə deyim. Elə Qaraqayada olanda ermənilər deməli biz çıxdıq, atəş başladı. Orada topla Kəlbəcərin özünü, Şaplar kəndini, sonra top olduğu yer ərazi vardı, ayrım zastavasında. Hər tərəf oralar bir qadın tərpənməmişdi. Bir qadın heç kim yerinə tərpənmək istəmirdi. Ümumiyyətlə, yəni bu Kəlbəcərin işğal dövründə və orada hamı hərbi araşdırmalarda da var ki, orada qüvvələr nisbəti 1-in 15-i olubdu. 1-in 15-i, yəni ermənilər 15 dəfə artıq bizdən, həm də o rusların gücündən istifadə edirlər. Mən özüm də gördüm, yeni deyirəm. Bunlar elə bir hazırlıqlı şəkildə görünür ki, kimlərdir? Çünki onların o dərəcədə də deyək ki, heyətində hazırlığı yox idi. Nəsə bu məsələ öz yerində. Eyni zamanda Ağdərə ərazisindən, sonra Narışlar istiqamətindən hücumlar oldu. Kəlbəcər mühazirə vəziyyətinə düşdü. Kəlbəcər də bilirsiniz, ərazisi böyük bir ərazisidir. Azərbaycanın ən böyük ərazi Kəlbəcər ərazisidir. 3616 kvadrat kilometr ərazi, onu bir dənə batalyon müdafiə edirdi. Ordunun əsas hissəsi o vaxt Laçında, Laçın koridordan bağlı getmişdi ora. O vaxt ki, hərbi vəziyyət məlumdur ki, kifayət qədər ehtiyat yox idi. Silah, təchizat, mərkəzləşmiş ordu sistemi yox idi. Amma əlindən gələni eləyirdi. Ona görə o zabitlər, məsələn bizim vətənpərvər zabitlərimiz var. Rusiyada öz demək vəzifəsini, hər şeyi qoyub, ailəsini qoyub gələnlər vardı. Bizim Eldar Məriv rəhmətli komanda batalyonda öz yoldaşını, uşağını qoyub gəlmişdi burada xidmət eləməyə. Eyni zamanda da cəmaata da o mövcud reallıq şəraitində o vaxt ki, deyək ki, siyasi hakimiyyətin, dövlət idarə edənlərin mövcud reallıq səviyyəsində əsgərlərimizə, zabitlərimizə nə deyilib, hamısını layiqincə yerinə yetiriblər. Şübhəsiz ki, bu məsələlərdə heç kim gözləmirdi ki, Ermənistan ərazisindən Kəlbəcərə hücum olar. Kəlbəcər o ərazi müdafiə batalyonu müdafiə xarakteridir. Çünki əsasən bu Dağlıq Qarabağda gedən proseslər oradan başlayırdı. Amma buna baxmayaraq oradan hücum oldu. Eyni zamanda bu deməli Ağdərə ərazisindən, Çərəkdar ərazisindən bağlı bəy istiqamətinə, bayaq dediyim kimi, sonra Narışlar istiqamətinə, bütün Laçın bütün istiqamətlərdə hücumlara, böyük hücumlara başlanıldı. Bu faktlar var, bizim əskərlər var, zabitlər var və şübhəsiz ki, o vaxtda da ordunun müdafiə xarakteri. Çünki bizim ordu müdafiə xarakteridir. Biz heç vaxt heç kimin ərazisində göz dikməmişik. Müdafiə xarakteridir. Laçında olan ərazi isə Laçın koridorunda, ona görə tunel bağlanandan sonra artıq Bağlıq bəy istiqamətindən, yəni onu tanıyanlar hamısı bilirlər. Artıq Laçından gələn ordu özü də orada düşmüşdür. Belə tək müasirə vəziyyətinə. Yəni vəziyyət belə olmuşdu ki, qüvvələr nisbəti 1-in 15-ə nisbətində idi ermənilərdə. Biz danışacağıq əlbəttə ki, bu işğaldan azad olunma xəbərinin, yəni həmin o günün artıq gəlib çatması ilə bağlı danışacağıq. Bax, o gün ki, Kəlbəcər işğal olundu, o günü xatırlayırsınız yəqin ki. Necə bir necə xatirələriniz var? Nə danışa bilərsiniz bizə bunun haqqında? Çünki belə deyək, Kəlbəcərdən olmayanlar, ümumiyyətlə Qarabağdan olmayanlar bunu heç xəbərlərdən də düz eşidə bilmirdilər, yəni dəqiq düz eşidə bilmirdilər. Mən xatırlayıram, biz Nadejda İsmailova ilə bir dəfə həm söhbət olmuşduq. O vaxt o Laçının işğaldan azad olunması haqqında xəbəri kadrları toplamışdı, işğal kadrlarını və Ay Laçın mahnısını, o qəmli mahnısını qoymuş. Sözlə deyə bilmədiyimi, çünki müəyyən qədər məhdudiyyətlər var idi. Çalışdım mahnı və kadr üzərindən deyim. Bəlkə də kimsə heç başa düşməmişdi bunu. Bəlkə də heç kimsə görməmişdi. Amma bax, Kəlbəcərlə bağlı vəziyyət necə idi? Siz o hadisəni necə xatırlayırsınız ki, artıq bitdi, Kəlbəcər işğal olundu? Bu yenə bir acılı tarixdir. Yəni o vaxtı mən döyüşdə idim. Mənim yoldaşım da, belə üzr istəyirəm, yoldaşın qucağında 6 aylıq uşaq var idi. Təsəvvür edin ki, bütün hər yerlərdən, bayaq dediyim kimi təkrarlamaq istəmirəm, hücum var, hələ bizim kənddən bir insan tərpənməyib, qadınlar hamısı kənddədir. Hətta körpə uşaqlı qadınlar artıq. 6 aylıq uşaqdır mənim oğlum. İndi kənddən çıxanda bir adyal var. Mən bu günə görə o adyal mənim yerimin altdadır.
Həmin indi oğlan böyük, maşallah indi dövlət işlərində işləyir, elə söhbət ondan getmir. Və belə bir vəziyyət oldu. Mən bir tərəfdən ordu, çünki ordunu qoyub getmək olmazdı. O vaxt mən deməli 2 saat ərzində komandada icazə aldım. Çünki bizim zona Laçına tərəf istiqamətdir. Kənddən yenə dediyim ki, o zonadan bir nəfər tərpənməyibdi. Mən bilirdim ki, bunlar gəlsə bacalarım var. Lap qayada qaçar, çıxar, özün qayadan atar. Anam ki, onu da düşünmədik. Amma mənim yoldaşım əlində qucağında uşaq özü də belə həkim idi, rəhmətli. Sonra elə oradan çıxandan sonra maşınla götürmüşlər onu. Çıxandan sonra Murovda düşdü gecə borana. Borana qarşı sonra onun böyrəyi atqaz elədi. Sonraki məsələlərdə dünyasını dəyişir. Allah cəmi ölənlərimizə rəhmət eləsin. Sonra bax belə faciələrlə, yəni bütün xalq, cəmaət, bizim cəmaət yenə deyirəm, qoçaq cəmaətidir. O vaxt ki silah yığılmışdı. Yəni olan o proseslər ki vardı, dövlətin o vaxt hazırlığı yox idi. Və hər tərəfdən hücum belə olan halda hərbi vəziyyətdə qadınlara evakuasiya olmalıdır. Bunu bütün hərbçilər də bilir ki, hamı bilir. Amma qadın hamı yerində bir tərəfdən hücum var. Bir tərəfdən düşmən var, bir tərəfdən ailə var və qadınlar var. Siz onu bilirsiniz də, bizim Kəlbəcərdən çıxanda qadın Zərnişan xanım var. O deməli erməni əsir düşməmək üçün deməli özünü körpədən atmışdı suya. İndi bizim Kəlbəcərlər deputata da müraciət ediblər. Sağolsun o barədə onun o daşdan deməli çaya atdığı yerdəki həlak olub orada abidə ucaldılacaq. Yəni çox faktlar deyə bilərəm. Vaxt imkanlarından istifadə edib indi gəldikcə nə lazım olsa edərək. Dediyiniz kimi vaxtımız bir qədər azdır bizim efir vaxtımız və ona görə də mən istəyəcəm ki, siz danışasınız mənə ki, bax, ayın noyabrın artıq 9-u, 10-u bəlli idi ki, bu müqavilə imzalanıb və rayonlar ard-ardında, vaxtında azad olunacaq və düşünürəm ki, yəqin ki, siz günü-günə satırdınız ki, ayın 25-i gəlsin, görəsən nə olacaq, görəsən necə olacaq. Çünki belə deyək də, kənd-bəkənd işğaldan azad olunmanı müşahidə etməkdə bir gərginlikdir. Hansı bir tarix gözləmək də bir gərginlikdir. O gərginliklə necə baş edirdiniz? İstərdim Vüqar müəllim, siz danışasınız. Bilirsiniz Sevinç xanım, o hissləri yaşamaq çox möhtəşəm bir hisslər yaşandı bizi. Allah şəhidlərimizə rəhmət eləsin, Allah qazilərimizə can sağlığı versin, Allah dövlətimiz, dövlətçiliyimizi qorusun. Həqiqətən də o möhtəşəm hisslərdir. Biz həmən anlarda elə Mail müəllimlə bir yerdə işləyirdik. İnanın ki, biz can atırdıq ki, həmən o bilirdik ki, o müqavilə bağlanıb 25-i azad olacaq rayonumuz. Biz can atırdıq ki, Gəncədən gedək, o ordu ilə bərabər biz də gedək ora torpağa, biz də görək torpağımıza. Amma yəni dövlətin öz siyasəti var, öz yolu var, ordusu var. Getdilər rayonda oturandan sonra bizim ordu, biz inanın ki, mən səmimi deyirəm sizə, mən həqiqətən də o gün bizim möhtərəm prezidentə ki, bizim hərbiçilər oradan təbriklər yolladılar ki, artıq biz Kəlbəcərdə oturduq. Həmən anı mən ağladım. Həmən anda bir dənə mənim böyük bir şeirim var. Gözün aydın Azərbaycan azad oldu Qarabağım. Amma orada bir dənə bəndi deyəcəm sizə. Orada axırıncı bənddə yazmışam ki, Şirin oğlu vətən deyib nalə çəkmə bundan belə. Qaçqın, köşkün kəlməsini daha gətirməyin dilə. Rəhmət cəmi şəhidlərə, şəhadət seçdi gülə-gülə. Yaşa, yaşa Azərbaycan, daha yoxdur ürək dağım. Gözün aydın Azərbaycan, azad oldu Qarabağım. Yəni bu hissləri yaşadım, mən onu yazdım. Baxın, bəs yaxşı, işğaldan azad olunan torpaqlara bir qədər sonra artıq həmən o rayonların ziyalıları və yaxud da ki, hər hansı bir ekspertlərin gəlməsi mümkün oldu. Çünki müəyyən qədər hərbi məsələlər həll olunmalı idi. Siz hər ikiniz ilk Kəlbəcər torpağına nə vaxt ayaq basmısınız? O hissləri bizə danışın. Ata evini tapdınızmı? Bax, bu da maraqlı bir sualdır. Buyurun, birinci istəyirsiniz. Mail müəllim başlasın. Bunu mənim keçdiyim hissləri Vüqar özü izləyirdi. Çünki bilirdi ki, mənim həm birinci Qarabağ müharibəsindən travmam var. Belə həm də ki, belə də ağırdı. Amma Şair Ramaldanov həmişə deyir, biz 20% torpağı uduzmamışıq. Biz 80% torpağı qorumuşuq. Ona görə də buna uduzmaq kimi baxmayaq. Biz o cür baxaq ki, biz sizə çox minnətdarıq ki, hər ikiniz döyüşmüsünüz. Əks halda bütün Azərbaycan torpaqları işğal oluna bilərdi və buna bu formada baxaq. Biz sizə çox minnətdarıq. Yəni bu sizin əməyinizi ömründə itirmərik.
Tamamilə doğrudur. Əvvəla bir də ümumiyyətlə bu 1-ci Qarabağ, 2-ci Qarabağ savaşı deyəndə bizim hərbçilərin xətrinə dəyir. Onu yaddan saxlamamalıyıq ki, 1-ci Qarabağ silahın olmayan vaxtı, hava hazırlığında olmayan vaxtı, kadın olmayan vaxtı o insanlar yarın əlindən sinəsini güllə qabağa verir. Bizim əskərlərimiz vardı, bayaq o dediyim dik yurtda. Erməni yuxarıdan vurur, qarşı tərəfdən vurur. Burada yumalana gedib onlar gecə ilə aldıqları postu alıblar bizim. Mən onlar hardan indi var, gözəldir, xoşdur. Yəni bizim xalq onsuz da barış bundan bu deyək ki məsələnin barışası deyildi. Amma qəhrəman oğullar o vaxtda da var idi. O vaxt ki hələ lap ondan əvvələ gedək ki deyirlər ki Azərbaycanda hələ ordu quruculuğu lazım deyil, ordu lazım deyil. Biz onu da yaşamışıq. Onda bizim hərbi hissə 701 saylı hərbi hissə rəhmətli general Zadir Rızayevin rəhbəri altında Azərbaycan milli ordusunun təməlini qoyaraq birinci olaraq Daşaltıda, sonra da Kəlbəcərdə vuruşdu. Biz də elə Kəlbəcər batalyonu olaraq onlarla birlikdə biz Kəlbəcər birləşdik və böyük əməliyyatlar getdi. Həm də 92-ci ilin iyulun 19-dan başlayaraq Ağdərə yolu təmizləndi. Və bütün bunları itirmək olmaz. Bəli, amma istərdim danışasınız ki, bax doğma torpağa ayaq basmaq necə hissdir və nə hiss elədiniz? Hiss də onu düşünürəm ki, Vüqar desin bədii, çünki bu şairdir, amma mən biraz zabit kimi, mən biraz lakanik baxıram. Lakanik danışın, Atayevin tapdınız. Atayevin bütün evlər kimi bizim evi də dağılmış şəkildə Atayevi bir dənə taxta, bir dəmir, bir divar yoxdur. Divar qalıb. Amma yerini tapdınız, hə? Tapdıq, bəli, orada çəkilişlərimiz də var, çəkdi, Vüqar çəkdi. Yəni orada bircə səssiz, yəni orada söz yox idi. Ancaq o hissi yaşamaq başqa bir şeydir. Yaşadıq, bəli, onu gördük. Eyni zamanda nəinki özümüzü, bütün elimizi, cəmaatımızı orada görməmək, birsən cəmaatı orada görməyəndə heç evdə belə deyək ki, adamın gözündə olur. Orası da var. Onu da sizə deyim. Amma torpaq elə bir müqəddəs şeydir ki, o hamıdan irəli bir məsələdir. Torpağın azadlığı, biz həmişə, mən məsələn deyirəm ki, bütün azadlığımızı, torpağın, Qarabağın azadlığın yaralarımızı üstünə məlhəm eləyib, bütün onların üstündən hamısını xətt çəkirik. Belə. Vüqar müəllim, sizə qayıtmamışdan qabaq Mail müəllimə belə bir sual verim. Mail müəllim, qayıtmaq istəyirsiniz? Düşünürəm ki, o sual birdən mətbuatda da, mən çox hörmətim var sizə. O sual, yəni vətən oğlu olub, o suala başqa cür mümkündür. Mənim 1-ci Qarabağ savaşında da 3 qardaş döyüşmüşük. Bütün ailə, biz 45 qardaş bacıyıq belə. Yaralananımız var falan, bunlar cəmlə. Bizim hər bir adam bugün hazır ki, torpağına geçsin. Ata toru yurdunu kimə, nə demək olar ki, biz orada böyümüşük, Bakıda da ola bilərik, hər yerdə də ola bilərik, amma biz ata torpağına, ata babamız uyuduğu torpaqlar heç kimə belə dəyə vermər və orada mən Kəlbəcərin, nəinki Kəlbəcərin təbii gözəllikləri ilə belə deyək birincidir. Belə deyək, Azərbaycanın hər yeri gözəldir, amma Kəlbəcərin hamı bilir ki, buradan yenə deyən vaxt eləmək istəmirəm. Həm təbii ehtiyatlarından, həm yerüstü ehtiyatlarından, həm də insan resurslarından başqa bir mühit var, Kəlbəcər mühiti var. Torpaq birinci növdə, torpaq anadan dəzizdir. Çünki doğma torpağımızı, anamız daha doğrusu 80 il, 100 il yaşayır, amma onda torpağa veririk. Orada bizim ata-babalarımız var, orada bizim analarımız var, orada bizim şəhidlərimiz var, şəhid qardaşlarımız var. Bizdən çiyin-çiyinə vuruşan oğlanlar orada var. Biz onu nəyə qurum veririk? Onu heç kim. Ona görə də kimsə deyirsə, gəlib şəhərin mühitində o dünyanın gəldi-gedər nemətlərinə, yeməklə, müəyyən gəldi-gedər nemətlərlə deyək də, mən onu demirəm. Başın qatan adam olur, dayaz adamlarını düşünürəm. Mən hələ elə bir keçmiş məcburi köçkün tanımıram ki, qayıtmaq istəməsin. Çox maraqlıdır ki, mənim qismətimə elə bir adam düşməyib və mən çox şadam ki, kimlə söhbət edirəm, hamı deyir ki, mən sadəcə öz vaxtımı, öz növbəmi gözləyirəm, növbəyə dayanmışam, gözləyirəm ki, nə zaman artıq dövlət qurumundan, komitədən mənə xəbər gələcək. Vüqar müəllim, bəs siz danışardınız bizə, ayaq bastığınız günü necə xatırladınız? Kəlbəcərə qayıtdınız, birinci ayaq bastınız ora, ev tapıldı mı? Ata evini tapdınız mı? Sevinç xanım, qismətdən elə oldu ki, bu alın yazısı Allahın qismətidir. Mail müəllimlə bir gündə getdik biz. Yəni ikimiz bir getdik. Heç kimi götürmədən ikimiz bir getdik ki, gedək torpağa birinci biz ziyarət edək. Yaxşı bir yay havası idi. Biz elə oldu ki, döyüş yolları keçdiyimiz Murov dağdan getdik. Yəni biz təbiidir ki, yol Murov dağdan Ömər aşırımına girdi. Yəni o torpaqlarla bərabər o bizim çox hisslərimiz vardı. Şəxsən Mail müəllimin, mənim, biz orada döyüşlər keçmişik. Orada şəhidlərimiz olub, orada kimlə.
mən sadəcə Mahir müəllim məndən böyük olduğu üçün mən bir diqqətim Mahir müəllim dedi ki, görün bu hansı hissləri keçirir, təzyiqmi ya təzyiq düşəcək, yəni çox bilirsiniz necədir, o hissləri yaşamaq, o hissləri ancaq yaşayan adam bilir. Çünki elə bir hisslərdir ki, ola bilər ki, riski təzyiqin qalxa bilər, avtomatik insan həyatdan gedə bilər. Çünki o hissləri gedib gördüyümüz torpaq deyil axı. Getdik ata yurduna da, Mahir müəllim də ata yurduna getdik, bizdə də getdik, getdim qapıya. Orada da bir Kəlbəcər şeiri əmələ gəldi. Yəni Mahir müəllim onu çəkmişdi. Orada da yazmışam ki, bu da ayrılığın, həsrətin sonu. Salam ata yurdum, salam Kəlbəcər. Gəlmişəm, izin verdiz şöküm sənə. Suçluyam, qarşında lalam Kəlbəcər. Yəni vaxtımız azdır, bu şeir böyükdür. Burada bir məsələ sözü ki, biz birinci ilə qəbirstanlıqdan öz şəhidlərimizdən keçmiş, birinci Qarabağ savaşında olan şəhidlərin qəbrini ziyarət elədik. Bizim kənd Zülfüqarı kəndi Azərbaycanın milli qəhrəmanı Şahlar Şükürov bizim qəbirstanlıqda uyur. Birinci olaraq şəhidlərimizi, ata-babaların deməli qəbrini ziyarət elədikdən sonra evə getmişdik. Buyurun. Yəni o adam biraz deyim də necə elə bil key kimi qalırsan, biraz tormuz vəziyyətinə düşürsən, bilmirsən hara gəlmirsən. Məsəl üçün mən bizdə Qamışlı körpüsü deyirlər. Oradan Kəlbəcər rayonunun mərkəzinə getmək üçün yol mənə o qədər qısa gəldi ki, mən dedim ki, Mahir müəllim, biz çatırıq. Belə baxdı ki, tütübənə çatırıq Kəlbəcər. Yəni o dərəcədə mən hiss eləyirdim ki, mən Kəlbəcərdə yaşadığım müddətdə hiss eləyirdim ki, məsəl üçün bizdən Mahir müəllimgilin kəndinə qədər 20 kilometr, 30 kilometr böyük yoldur gedir. Amma oraya gedəndə baxırsan deyirsən, ay bura ya 22 ildir belə gəldi. Məsəl üçün qonşu ilə qonşunun arasında mı rayon kəndinin çox insan, yəni 30 il çox müddət aldı. Həqiqətən də çox müddət aldı. Getdik qəbirlərdə ziyarət elədik. Təbii ki, mənim ata qəbrim də Kəlbəcərdə idi. Atamın qəbri də getdik, onu da ziyarət elədik. Tapdıq. Mənfurluqların, vandalizmin hər zaman göstəriblər onlar. Hər zaman onlar axırda da belə məğlub olublar. Bu günümüzə şükür Sevil xanım. Mən sizin hər ikinizə minnətdaram gəldiyiniz üçün. Hər ikinizi təbrik edirəm və sizin simanızda bütün Kəlbəcərliləri, bütün Azərbaycanlıları təbrik edirəm. Kəlbəcərin işğaldan azad olunması ilə bağlı çox şey danışmaq mümkün idi, amma vaxtımız azdır. Ümidvaram ki, sizin itirdiyiniz ən gözəl gənclik illərinizi Kəlbəcərin işğaldan azad olunması və bundan sonra da azad yaşaması, sizin də Kəlbəcərdə azad gəlib getməyiniz azacıq da olsa qaytara biləcək ən gözəlliklərinizi, ən azından o hissi qaytara biləcək sizə. Mən minnətdaram gəldiyiniz üçün. Hər ikinizi də təqdim edeyim bir daha. Qonaqlarımız Kəlbəcər sakinləri və Kəlbəcər ziyalıları, 1-ci Qarabağ müharibəsi iştirakçıları Vüqar Şirinoğlu və Mail Adilov idi. Biz isə sağollaşırıq. Kəlbəcər gününüz mübarək. Kəlbəcərliləri bir daha təbrik edirik. Sağ olun, salamat qalın. Çox sağ olun, təşəkkür edirik.